Dostlar, çoxlu soruşurdu ki 320 Hz monitor həqiqətən fərq edirmi, yoxsa bu sadəcə marketinq hiləsidir? Bu Alienware 25-i masamda qoyana qədər mən də elə düşündüm. Məsələ sadəcə göstəricilər rəqəmlərdə deyil. Oyunun içində o yağ kimi axma hissi var ha. Onu ancaq bu sürətdə hiss edirsən. Üstəlik həm rənglər çox canlıdır, həm də gecikmə demək olar ki, yoxdur. Bir də monitorun yan tərəfində belə bir qulaqlıq asılqanı var. Burada default kimi görünə bilər. Amma masanın üstünü səliqəli saxlamaq və qulaqlığı hər dəfə sağa-sola atmamaq üçün çox rahat funksiyadır. Hər şeyi oyunçunun rahatlığı üçün düşünüblər. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're with my time, you're delirious, mysterious because you hide behind a fake. Sözün qısası, setupda ən vacib hissənin monitor olduğunu bilirsinizsə, bu modelə bir şans verin. Monitoru GameNote mağazasından buradakı endirim kodu ilə əldə edə bilərsiniz. Və sizin üçün önəmli olan nədir? Sürət yoxsa keyfiyyət?